Hamıya salam dostlar, kanalıma, videoma hoş geldiniz. Mən Arzu Bayramova və bugün sizə nə edirik? Qəşəng bir video çəkirik. Ümidvaram ki, bəyənərsiniz bu videoyu. Yəni hələ özüm bilmirəm necə alınacaq, amma dediyim kimi ümidvaram ki, qəşəng alınar. Həm mən bəyənərəm, həm də siz bəyənərsiniz. Ən əsası sizin bəyənməyinizdir. Bir şey deyəcəm mən bu saçlarına. Deməli, bugün nə edirik? Başlıqdan da anladığınız üzrə bugün söhbət edəcəyimiz bir videodur. Ümidvaram ki, içərdən səs falan gəlməz, eləməz və qəşəng bir video alınar. Yayda dərs eləmək üçün hazırlıq videomuzun part 2-sini çəkirəm. İlk partda bildiyiniz üzrə orada həm çalışma masamızı göstərdim, oranı təmizlədik, elədik keçəcənə və indi burada təmiz olan, yəni düzəltdiyimiz çalışma masanın yanında burada otururam və sizə bu videonu çəkirəm. Və indi nə edəcəyik? İndi keçəcək yayda dərs eləmək üçün plan quracağıq. Yəni necə plan deyə bilərsiniz, yəni necə olacaq falan. Çünki və niyə planda qururuq? Yəni hər gün əlimə atım bir dənə kitabı götürüm, dərs eləyim də deyə bilərsiniz. Əslində elə eləyənlər var. Elə demirəm, elə də eləmək normaldır. Prosta əgər doğrudan da görmək istəyirsinizsə progresi ki, yəni mən bu ayın axırındayım, yayın axırında nə eləmişəm falan deyə bilmək üçün məncə plan qurmaq daha yaxşıdır. İndi mən əslində belə dünənləri axşam Cemini ilə belə danışdım, elədim ki, mənə yardım et, bana help me dedim Ceminiyə. O da sağ olsun mənə də oradan kömək elədi. Və əslində mən iyun üçün falan, yəni mən də oradan Cemini ilə danışmağı çox sevirəm. ChatGPT də normaldır, amma mənim öz telefonumun öz funksiyası olan Cemini daxı. Yəni ona görə də Cemini ilə danışmaq daha çox xoşuma gəlir və oradan da çox qəşəng kömək elədi mənə. Qəşəng planımı qurdum. Nə xoşuma gəlmirsə dedim falan. Yəni içimdən doğrudan keçənləri mən Ceminiyə deyə bilirəm. Mən o qrafiki falan qəşəng qurdum. İndi o qrafiki sizə göstərəcəm. Qəşəng planşetimin burasına da qoymuşam qrafiki. Belə buradadır. Ay, görsənməyəcək indi. Belə qəşəng rəngli, bəzəkli falan. İndi deməli dostlar, burada necə bir plandır? Burada mən hər şeyi gözəl olaraq elədim. Yəni demədim, sadəcə mən plan qur falan, elə şey ola bilməz. Burada mən ona dediyim kimi hər şey belə dedim ki, rəziyyat həftədə 5 dəfə falan olsun və neçə saat olsun da dedim ona ki, hər şeyi belə vaxtı-vaxtına alaraq yazsın. İndi bəzən xoşuna gəlməyə bilər. Yəni bu saatları özünüzə görə dəyişə bilərsiniz. Yəni neçə durmaq istəyirsinizsə, nə etmək istəyirsinizsə özünüzə görə dəyişə bilərsiniz dostlar. Mən buna deyim ki, mən saat 4-də duracağam. Yəni çox belə birdən-birə 4-də durma. Amma əslində yayda biz bunu alışdırsaq çox yaxşı olacaq. Çünki əgər yaydan alışsaq, sentyabrdan falan doğrudan rahatca dura biləcəyik deyə düşünürəm. Mən sadəcə öz elədiyim proqramı sizə deyirəm və necə istəyirsinizsə bunu özünüzə uyğun dəyişə bilərsiniz. Və bu şəkli, yəni bu bəlkə xoşunuza gəlir falan, buralara falan qoyacağam indi. Qoydum indi. Screenshotlayın. Tez. Всё, keçdim. Всё. Qutardı уже dostlar. Yəni videonun qabağına baxmalısınız. Nəysə, burada belə qəşəng rəngli falan elədi PDF, çox xoşuma gəldi oradan. Deməli, saat 4-dən 5-ə mən dururam. Durmaq, su içməkdir, qəşəng idman eləməkdir. Sonra da saat 5-dən 6-ya qədər də qəşəngcə bir polezli bir zavtraq yeməkdir. Zavtraq yəni səhər yeməyi. Və indi keçirik dərslərə. Dərslər başlayır bizə saat 6-dan. Mən deyəsiniz ki, niyə o qədər tez başlayırsan da saat 6-da dur, saat 8-dən başla deyə bilərsiniz. Düz deyirsiniz. Mən də əslində deyirdim ilk öncə. Sadəcə sonra düşündüm ki, mən sonra bu yayda yay ərəfəsidir və yayda sadəcə dərs eləyərək də insan belə yaşanmaz yəni. Çünki sadəcə dərs eləyərək keçirsək bütün yayı və heç dincəlməsək də bütün səhər, axşam qalxırsan, yatırsan, yersən, sadəcə dərslər desək dostlar və arada sırada çıxsaq çölə, onda bizim imtahan ərəfəsində beynimiz yanacaq. Даже yanvarda falan beyniniz yanacaq və heç nə eləyə bilməyəcəksiniz. Çünki dincəlməyibsiniz, beyniniz error verir ucu. Ona görə də məncə onu balansda tutmaq lazımdır. Həm dərsinizi eləməlisiniz, həm də dincəlməlisiniz. Gəlin ən şeyindən başlayaq, ingilisdən başlayaq. Çünki ingilis dili doğrudan da birazcıq bizim üçün vacib olan bir şeydir. Sadəcə imtahan üçün yox, xaricə getmək istəyənlər üçün
ingilis dilini bilmək lazımdır. Sadəcə dərs eləmək üçün xaricə getmək yox. Yəni ki, dərsləri qutardın, magistraturanı qutardın, inşallah hər şeyi qutardın və indi sadəcə ölkələri gəzmək istəyirsən. Və nə lazımdır sənə? İngilis dili lazımdır və təbii ki, pul da lazımdır. Ona görə də ingilis dilini öyrənməliyik dostlar. İngilis dilini hər günə qoydum ki, hər gün mənim eləməli olduğum şey sözləri öyrənməkdir. Bizdə belə söz öyrənmə şeyi var. Bunu bizə müəllimə veribdi. Burada 3000, yox, çox abartdım. 1500 dənə söz var. Və bu 1500 dənə sözü öyrənməliyik. Amma qalanını da yay ərzində öyrənməliyəm. Günə 20-15 söz olaraq öyrənərək mən bunları öyrənmək istəyirəm. Ki ümidvaram ki alınar. Sənim odur ki, dəyişdirdiklərindən, yəni bilirsiniz ki, biz 9-cu sinifdə şəkillərdən yazmışdıq essemizi, 30-40 söz falan arası. İndi essemiz 100 sözdən ibarətdir və orada şəkillər falan da yoxdur. Orada belə bizə sual verəcəklər və onu cavablamalıyıq. Yəni bura nümunə olaraq qoymaq, yəni qoya bilsəm tapacam, qoyacam. Çünki nümunə olaraq qoymuşdular onsuzda. Onu tapsam bura qoyacam ki, necə bir şeydir, siz də görün, bilin, yəni bilməyənlər üçün. Yəni bildiyiniz üzrə dediyim kimi 100 sözdən esse yazmalı olduğumuzdan və bunu da praktika ilə dediyim kimi yenə eləməliyik. Yəni alışdırmalıyıq özümüzə, alışqanlıq olaraq. Ona görə hər gün yenə mən deyəcəm, esse yazmalı çalışacağam. Və bu esseni də necə edirəm, onu da danışım sizə. Yəni bu esseni necə yazmaya çalışıram? Çünki bir tərəfdən belə düşünə bilərsiniz, yəni mən hardan tapım o qədər mövzu, necə yazdım, nə edeyim? Abala deyə bilərsiniz mənə. Mən sizə belə cavab verim dostlar. Mən özümə necə bir müəllim tapmışam. Kim ola bilər o müəllim? Təbii ki də Gemini ya da sizin üçün ChatGPT də ola bilər. Yəni hansı AI varsa sizdə, onunla belə də edə bilərsiniz. Ona belə qəşəng danışdım ki, bizə gələn belədir, 100 söz esseydi falan. Mənə kömək elə və mən hər gün belə qəşəng şeylərdir, mövzulardır və mən də çalışım o mövzulardan yazmağa. Sənə atım, sən də mənə belə düzəlt, düz qoş elə, onu ingilis dilində falan, qrammatika şəklində düzəlt elə falan. O dedi, okey. Və mən o nümunə şəklini atdım ki, belədir, yəni bu kriteriyalar falan var. O dedi, vapşi super, wow falan və o mənim müəllimim oldu. Mən hər gün ona yazdım ki, mən gəldim, mənə bir qəşəng mövzu de və biz də qəşəngcə də oradan oturduq. O mənim mövzunu dedi. Daha paskalar verdi ki, belə yaza bilərsən, belə eləyə bilərsən, belə olmalıdır falan kömək elədi və yavaş-yavaş özüm də yazmağa başladım. O dəftərimi də sizə göstərim dostlarım. Orada da o dəftərimiz. Burada belə bir dəftər tutmuşam özümə. Oradan da çox qəşəngdir. Məsəl üçün burada birinci belə. Mən bunu indi oxumuyum, çünki çox da qəşəng oxumuram. Amma yəni hər gün belə yazmağa çalışıram, gördüyünüz kimi 100 sözdən falan. Və bir dənə də belə bir metod deyim sizə. Hansı ki, doğrudan da məncə o da yaxşı bir metoddur. İlk öncə öz dilinizdə yazmaya çalışın. Yəni Azərbaycan dilində bu mövzu haqqında nə gəlirsə beyninizə yazın. Çünki burada ən əsas rol həm söz bilməyinizdir, həm də fantaziyanızdır. Həm də iki tərəfdən də düşünməyinizi yoxlayır. Yəni logikadır, odur, budur, məntiqinizi yoxlayır sizin. Ona görə də ilk öncə əgər ingilis dilində birdən-birə yaza bilmirsinizsə, yəni mənim kimi, ilk öncə öz ana dilinizə yazmaya çalışın. Onu qəşəngcə sıralayın. Məncə ana dilində yazanda daha yaxşı, rahat olursan. Sonra da ana dildə yazdığını qoyursan qırağa və başlayırsan onu ingilis dilində yazmaya, yəni ingilis dilində tərcümə eləməyə. Əgər birinci tərcümə eləməyə alınmırsa, nəsə zorluq çəkirsinizsə, dediyim kimi yenə Geminiyə öz müəlliminizi atırsınız. O da sizə qəşəngcə düzəldir, kömək eləyir və gündən-günə qəşəngcə alışır əliniz. Yəni məncə yay onun üçün çox qəşəng bir fürsətdir ki, özünüzü doğrudan alışdırmağa. Çünki gələn il dediyim kimi çox stresli, çox belə yorucu bir il olacağından dolayı məncə belə şeyləri indidən eləməyə başlasaq, indidən təməlini atsaq bizim üçün daha rahat olar. Deməli dostlar, İngilis dilindən hələ ki bu qədər deyil. Çünki sadəcə bunlar deyil. Hər gün bunları eləyəcəyik, bu iki dediyimi. Amma başqa bir şey də var. Başqa bir şey nədir? Təbii ki də nə ola bilər? Testlər, yəni həm listening, sonra grammar, qrammatika, sonra reading. Bunlar var. 3 dənə bunlar qalır. Həm oxumağımızı, qulaq asmağımızı və
qrammatikamızı biz keçəcə təməlini yenə atmalıyıq. Burada Nərgiz Nəcəfin belə kitabı var. Məncə bu kitabı hamınız bilirsinizdir. Sadəcə bunun cavabları deyə bilərsiniz ki, cavabları yoxdur falan, amma internetdə, YouTube'da hər yerdə var olsa cavablar, oradan tapa bilərsiniz. Sonra mən bunu 9-cu sinifdə almışdım özümə, keçən yəni ki, geçək burada şəkillər falan var. Sonra bilirsiniz ki, Dimin belə 20'li çıxartdığı sınaqları var. Nə görə bunlar 9-cu sinif olaraq olsa da, çünki burada şəkillərdir falandır. Amma bunun qrammatikasıdır, yenə listeningidir. Bunlar da yaxşıdır, yəni bunlarda yenə eləmək olar. Sonra belə bir kitabımız var. Bunun içində də listeninglə readingdir. Belə. Və belə bir kitab var. Bu da güvənindir mən bilən. Da bütün eləyirdim. Oradan martdaydı, neydi, mən belə oturmuşdum və başladım hamısına test eləməyə. Dostlar, keçirik indi rus dilinə. Rus dilində də çox belə bir şey deməyəcəm. Orada daha az deyəcəyim şeylər var. Rus dilində dediyim kimi həftədə 3 dəfə olacaq eləməyim və 2 saat olaraq. İlk öncə mən istəyirəm ki, frazeologizm deyə bir şey var, hansı ki, bura yazacağım. Frazeologizmlər, məncə siz də bilirsinizdir, var elə termin Azərbaycan dilində də. Deməli, frazeologizmləri geçəcə təkrarlamalıyam, çünki 9-cu sinifdə geçək öyrənirdik, eləyirdik falan, amma 11-ci sinif üçün də lazımdır bu yəni. Ona görə də 11-ci sinif üçün də bunu təkrarlamalıyam yəni. Çünki yadımdan çox çıxıbdı, eləyibdi falan. Ona görə onları təkrarlayacağam. Və ən əsası da eləməli olduğum şey odur ki, 9-cu sinifdə bizdə rus dilində mətnlərdə 2 dənə açıq sual olurdu. Yəni toplamda 4 dənə açıq sual olurdu. Amma indi sağ olsunlar, hər mətndə 5 dənə açıq sual olduğundan toplamda 10 sual olur bizdə açıq. Və oradan da çətin suallar olur məncə. Yəni çətin deməyək də mənim alışqın olmadığım türdən. Plus mən nə qədər 10 ildir rus sektoruna geçsəm də, rus dilində oxusam da, mən balacalıqdan türk dilinə çəkdiyimdən mən rus dilində deyirəm kitab falan oxumuram. Yəni özünüz də gördünüz, mən keçən videoda dedim onları. Və ona görə də mən rus dilim yəni B1-də falandır maksimum. Elədirsə o da şükür. ona görə də mən çalışacağım, bir dənə rus dilində kitabım var. Onu oxuyum. Heç olmasa birazcık da olsa dilim açılsın rus dilinə falan qarşı deyə çalışacağım. Yəni yay ərzində bu kitabı da oxumaya çalışacağım. Görək necə olacaq. Yəni onlardan danışacağıq onsuz da. Yəni rus dili bizdə 1-ci gün, 3-cü gün və 5-ci gün olma sürəti ilə rus dili olacaq. Və dediyim kimi sınaqlar eləyəcəm. O sınaqların içində də qrammatikası da var və 2 dənə də mətn var. O 2 dənə mətnləri mən eləyə əlimi alışdırmaq istəyirəm ki, sonra mətn eləməyə mən belə şokda qalmayım. Deməyin yenə belə bir kitabı var. Bunu 11-ci siniflər üçündür. Burada qrammatikası da var. Qabaqda 10 sual qrammatikadandır. 2 dənə də mətni var. Və burada dediyim kimi açıq suallar çox deyəməm, alışqın olmadığım türdən açıq suallardır. Və mən bunları istəyirəm özümü alışdırım, eləyim. Yəni mən bu günlərdə çalışdım ən çox bunlara fokuslanım. Yəni rus dildə belə oldu dostlar. Rus dilində daha çox az danışdım. Bu nə deməkdir az? Daha az danışdım məncə. İndi keçirik coğrafyaya. Dostlarım, ən coğrafyadır. Ən mənim üçün belə qat-qarış, beynimin yandığı fən coğrafyadır dostlar. Yəni indi deyəsiniz niyə? Çünki bəziləri çox insan coğrafyanı sevir və onu alışır. Mən də elə idim. Mən də 6-cı, 7-ci sinifdə ilk coğrafiyayı bizə tədris eləməyə başladıqları illərdə və ilk müəlliməm o tədris eləməyə başlayanda mən coğrafiyanı çox sevmişdim. 96, 97 belə o qədər qəşəng yazırdım ki, dərsləri və məsuliyyətlə hərtəni öyrənirdim, necə deyim, dərs öyrənirdim, danışırdım, hər şey eləyirdim də coğrafiya üçün. Amma sonra müəlliməm uşağı olacağı üçün belə məktəbdən ayrıldı 3 illiyinə və 10-cu sinifdə qayıtdı bizim. Yəni 7-ci sinifdə getdi, 10-cu sinifdə qayıtdı. Və o illərdə də müəllimlər dəyişdi, elədi falan, fiskos. Və mən coğrafiyanı buraxdım. Yəni coğrafiyadan mən 3 saat yarım, yox 3 saat
Daha 3 saat yarım, 3 saat belə ayırmışam. Coğrafiya məndə həftədə 4 dəfədir və 1-ci günlər, 3-cü gün, 5-ci gün və 6-cı gün olaraq bölünübdür. İlk başda mən nə edirəm? Hərtəni təkrar edirəm, öyrənirəm, mövzunu təkrar edirəm. Sonra qalan o müddətdə isə, yəni deyək ki, 1-2 saatını ona ayırıramsa, bu ilk dediyim şeylərə, qalan 1 saatı ya da 1 saat yarımı ya da necə bölürsünüzsə, siz özünüz bilirsiniz də, necə bölürsünüzsə, o qalan vaxtımda test eləməyə ayırıram. Çünki bu öyrəndiyim mövzunu sadəcə öyrənməklə olmur, praktik eləmək lazımdır. Əlin alışması lazımdır, beynin görməsi lazımdır. Ona görə də praktik eləyəcəyik. Və indi də coğrafiyadan da hansı vəsaitləri istifadə elədiyimi də göstərim sizə. Testləri göstərim sizə. 2 nömrəli testi. Bu 2024-cü, bu da 2025-ci ilin testidir. Bu ilk partıdır. Bu da ikinci hissəsidir, yəni. İkinci hissəsidir. Və hansı kitabdan istifadə elədiyimi də göstərim. Aynur Cəlilovanın belə bir kitabı var, onu istifadə edirəm. İlk öncə ilk müəlliməmlə Landau istifadə edirdik. Amma ikinci müəlliməyə keçəndə də o dedi ki, ən yaxşısı Cəlilovadır. Ona görə Cəlilovanı aldıq. Belə həritə falan var, buradan görürsünüz həritəni. Sonra və dostlar, həritələrdən də istəyirsiniz. Həritələrdən buraya bəzən şəklini qoymaya çalışacağım. Çünki mən buraya hələ tam yazmamışam həritələri. Müəlliməm elə bir ki, mənə vermişdi ki, get elə abala. Qısarıq elə. Mən də gelib qısarıq elədim və dedi ki, bunu özün yazarsan içinə falan. Mən dedim, okey. Belə bir şeydir, belə bir. Bundan 10 neçə dənə, o islə tuturam. 10 neçə dənəsə bundan var. Bu, bütün dünyanın həritəsidir gördüyünüz üzrə. Və bunun üzərində dənizlərdir, okeanlar neydi az? Dənizlərdir, odur, budur falan belə şeylər yazacağım. Sonra nədir gedir az? Dağlar falan, tamam mı? Bunları yazmağı düşünürəm. Dostlar, indi keçirik tarix dərsinə. Tarixdən necə olacaq, onu ilk öncə sizə deyim. Həftədə, tarix məndə həftədə 3 dəfədir və necə bölünübdür, onu sizə deyirəm. Deməli, ikinci gün, sonra hansı gündür bu? 4-cü gün və 6-cı gün olaraq bölünübdür. Məncə çox da qəşəng bölünübdür. Araya bir gün, məncə superdir. Həm dincələ bilərsiniz, həm beyninizdə oturar, həm də o birisi dərslərinizə vaxt ayırırsınız. Burada necə ayırmışam? Deməli, tarixdə mən nə edəcəm? Tarixdə mən keçəcə Anar İsayevin vəsaitlərindən istifadə edəcəm. Bunları göstərim sizə. Həm Azərbaycan tarixi, həm də ünlü tarixi olaraq gedir bizdə. Biz Azərbaycan tarixini qutarmışıq. Sadəcə orada şey qalıbdır, 2-ci Qarabağ müharibəsi qalıbdır. Sadəcə o 2-ci Qarabağ müharibəsini müəllimimiz düşünür ki, ən yaxşısı imtahana az qala keçməkdir ki, daha yaxşı yadınızda qalsın. Çünki daha çox sual düşdüyünü deyir, yəni elə düşünür. Yəni bilmirəm, müəllim odur, mən tam bilmirəm, onların yalancısıyam dostlar. Ona görə də onu saxlayıbdı, amma mən dostumdan onu istəyəcəm, padruqamdan. O mənə atacaq və mən onu öyrənməyə çalışacağım iyul ayı ərzində. Və onu da deyim ki, bunların çoxu dediyimin iyul ayı ilə əlaqədardır. Avqust ayı üçün də çəkəcəm bir video ki, avqust ayını planlayırıq falan və iyul ayında mən nə edə bildim, onları danışacağıq. Amma avqust ayında çox şey dəyişməyəcək, onu deyim. Sadəcə rəziyyatdan bəzi şeylər dəyişdirəcəm. Amma belə hər şeylə davam edəcək, yəni coğrafiya davam edəcək. Hər şey necə dediyim kimi ingilis dili, Rusiya, coğrafiya necə var, elə tam qaz, elə davam edəcəm dostlar, təkrarlamağı eləməyə. Sadəcə avqust ayı üçün rəziyyatdan biraz dəyişikliklər olacaq və tarixdən biraz dəyişikliklər olacaq. Onlar da onsa indi danışdığımdan indi dedim deyim. Yəni belə Azərbaycan tarixindən qalıbdır məndə öyrənmək 2-ci Qarabağ müharibəsini, onu öyrənməyə çalışacağım. Və başdan başlamışam təkrarlama hər şeyi. Çalışacağım ki, keçəcək təkrarlayım. Hər şeyi təkrarlama təbii ki, iyul ayında mən çatdırmayacağam. Təkrarlama hər şey iyul-avqust. Amma Qarabağ müharibəsini iyul ayında.
Biz ümumi tarixdən keçmişik 29 dənə mövzu. O 29 dənə mövzunu mən təkrarlamıram. Avqustdan təkrarlayacağam. İndi birazcık spoiler verirəm. Amma indi deyirəm ki, bəlkə elə deməliyəm də, yəni ki, siz də biləsiniz. Və indi başlayacağam 30-cu mövzudan 55-ci mövzuya qədər öyrənməyə. Deyirsiniz ki, yəqin sənə kafa gitmiş falan deyə bilərsiniz. Gitmiş arkadaşlar. Məndə kafa uçmuş zaten. Yəni onu öyrənməyə çalışacağam və onlardan biletləri düzəltməyə çalışacağam. Burada qoyacağam. Biletlər də yəni bura qoyum və ondan da danışım. Biletlər yəni mövzu haqqında özün üçün düzəltdiyin suallardır. O suallara cavab vermək məncə daha yaxşı olar. Çünki yəni ilk öncə təkrarlayıb sonra düzəltmək ki, vaxtı gələndə falan, bəlkə gələn il falan daha rahat olacaq sizin təkrarlamaq. Açasınız, suala cavab verəsiniz və vəsə təkrarladınız. Bir də kitabı açıb baxmaq zorunda deyilsiniz. Belə çalışacağam. Bunlardan da dediyim kimi bilet düzəldim. Belə keçəcə öyrənim. Bence başa düşdünüz nə demək istədiyimi və pişdim. Çox istedi. Otaq çox istedi. Və dediyim kimi testlərdir, sınaqlardır, hər şey. Onları da göstərim sizə. Test olaraq 2 dənə testimiz var. Belə bunlar 2025 olaraq çıxıbdır. Bunları eləyəcəyik dostlar. Yəni hər mövzunu istəyir Azərbaycan tarixi, istəyir ümumi tarix olaraq təkrarladıqdan sonra keçəcək test işləyəcəyik. Və bu testi işlədikdən sonra da məncə daha rahat olacaq. Çünki dediyim ki, yenə praktika və praktika. Blok imtahanlarında situasiya sualları olur. O situasiya sualları üçün də coğrafiyadan demədim, onu da deyim. Onlar üçün də mən dəftər tutmağı düşünürəm. Sadəcə indi bilmirəm dəftərim var yoxsa yox. Onlar üçün də dəftər tutub və keçəcə necə deyim, situasiyalar eləmək istəyirəm. Çünki birisi onsuz da burada kitablarda situasiyalar olur testlərdə ya da burada da coğrafiyada da olacaq situasiyalar. Onları eləyərək özümü bunlardan da təkmilləşdirmək istəyirəm. Çünki situasiyada çox bal verir. Açıq sual olduğundan dolayı. Ona görə də onun üçün də təbii ki də çalışacağıq. Yəni hər test elədiyimiz vaxt situasiyadan heç olmasa 1-2 sual ona cavab verməliyik dostlar. Belə, tarixdə məncə yaxşı, normal dedim. Sadəcə ola bilər ki, sizin yeni beyniniz yanmış ola bilər dostlarım. Amma yanmasın. Çünki başa düşərsiniz bu mənim niyə səsim yazır. Belə. Və nə yadımdan çıxdı? Tarixdən də belə bir şey yadımdan çıxdı ki, biz xronologiya dəftəri tuturuq. Xronologiya nədir? Onu da sizə göstərim. Xronologiya, yəni illəri falan yazdığım bir şeydir. Belə, məndə belə dəftər var. Hansı ki, bu ildə bu olubdur. Bu ildə hansı, nə yaşanıbdır falan deyə bir dəftər tuturam. Yəni, tuturuq, yəni müəllimimiz bunu eləyibdir. Bu məndə Azərbaycan tarihi ilə bağlı bir dəftərdir və özüm üçün şey də almışam, ümumi tarix üçün də dəftər almışam. Ümumi tarihi də şey deyəcəm, yazmaya başlayacağım, hələ yazmamışam. Ona görə də ikisini də yay ərzində yazmaq istəyirəm. Yəni, onu deyim, əgər sizin də belə bir planınız varsa yazmaq üçün xronologiyanı falan, yay məncə çox yaxşı bir fürsətdir. Keçərəkcə bunları yazacağıq bu dəftərə. Yəni, mən burada qalıbdır, biraz mövzu Azərbaycan tarihinə qalıbdır və 55 dənə də mövzu ümumi tarixdən var. Onları da geçək yazacağıq. Yəni, öz o 3 saat yarıma bunları eləməyə çalışacağım. İlk başda xronologiyadan yazmaq çalışacağım və mövzunu təkrar eləməyə, sonra isə testlər eləməyə və özümü təkmilləşdirməyə çalışacağım. Keçirəm axırıncı şeyə, riyaziyyat. Riyaziyyat mənim ən sevdiyim, doğrudan da çox sevərək öyrəndiyim bir fəndir. Nə qədər çox insan onu sevməsə də, nifrət eləsə də, söysə də, batırsa da, mənim doğrudan da çox sevdiyim bir mövzudur. Və riyaziyyat məndə həftənin 5 günü olaraq 4 saat olacaq. Həftənin 5 günü və 4 saat. Bu da necə olur? Yəni, 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci günlər məndə budur. Və riyaziyyatdır. Yəni, ilk başda 4 saat olaraq mən ilk başda geçəcək mövzunu təkrarlayıram. Nə lazımsa təkrarlamaq, yadımdan çıxan bir şey varsa, onu ilk öncə özümdə yoxlayıram. Ondan sonra da ən əsas test, sınaq bu. Yəni, bu qədər. Riyaziyyatdan isə çox da danışacağım bir şey yoxdur. Çünki riyaziyyat nədir? Praktikadır, əlin alışmasıdır, formuladır. Onu əzbərləməlisən ya da o formula necə alınır, onu öyrənməlisən. Amma ən əsası əzbərləməkdir və əlinin alışmasıdır dostlar. Əlin alışdıqca daha rahat olacaqsan deyə düşünürəm. İndi riyaziyyatdan da hamının bildiyi vəsaitləri göstərəcəm sizə. O da nədir?
bir vəsaitlərdir. Belə. Bunlar mənə 2020, bu 23-cü ildir, bu da 2024-cü ildir. Yəni bunlardan sadəcə istifadə edərək testlər eləyəcəm və burada məndə testlər var idi, onları göstərdim sizə. 11-9-dan. Belə bunlar var. Bunları mən sizə göstərmədim. Ay, bu Rusirdir. Rəziyyət hansı bir sürü. Bu rəziyyət və belə bir sınaq almışam 20-li ikinci qrup üçün və bunları eləməyə çalışacağım hər dəfə falan. Yəni tarixdən yadımdan çıxdı, tarixdən də belə bir ikinci qrup üçün almışam. Bunun üçüncü qrupu da var. Buradan da qəşəng sınaq eləyəcək. Belə, məncə hər şeydən danışdım, hər şeydən dedim deyə düşünürəm və çox danışdım. Çox dırdırladım, bütün tərimi tökdüm. Gördüyünüz kimi tərlədim burada, çox istidir dostlar. Yəni ümidvaram videonu bəyəndiniz və planı da inşallah bəyənmişsinizdir. Çox danışdım çünki. Və sınaq günü də deyim sizə. Sınaq günü məndə necə olacaq? Sınaq günü məndə bazar günləridir. Bazar günləri çalışacağam ki, gecəcə duracağam, sadəcə sınaq eləyəcəm və ingilis dili dediyim kimi hər gün elədiyimdən ingilis dildə bazar günü var. İngilis dildə bazar günü sözlərdir, yenə sочинениyadır, esse falan yazmaqdır və geçəcək sınaq eləyəcəyik. Sınaqda 4 saat falan ayırmışam sınağa. O sınaqları da elədikdən sonra özüm üçün vaxt ayıracağam bazar günləri. Yəni videonu editləməkdir, video çəkməkdir, çıxıb gəzməkdir falandır. Belə işləri ayıracağam. İndi onlar haqqında danışacağım sizinlə. Çünki onları da danışmaq istəyirəm. İndi gəlin planı sizə başdan aşağı oxuyum. Çünki mən burada yemək sizə demədim. Sadəcə dərslərdən danışdım axı. Planı da bura düzü qoydum, elədim, gördünüz falan. Amma məncə özümün də deməyində bir fayda var. Belə başa salmamda yeni fayda var. Mən bu bayaq danışdıqlarıma sadəcə vəsaitləri göstərdim. Hansı gün hansı şeylər olduğunu dedim. Necə eləyəcəyimi dedim falan, okey. Amma indi saatdan saata da sizə deməliyəm deyə düşünürəm. Deməli, saat 4-dən 6-ya qədər durursan, idman verirsən, suyu içirsən, özünə gəlirsən də karoçı. Və təbii ki də səhər yeməyini yedikdən sonra oturursan dərsə. Deməli, saat 6-dan 10-a qədər bizdə riyaziyyatdır. Mən indi gün deyim sizə. Bu indi birinci gündür. Saat 6-dan 10-a qədər riyaziyyat eləyirik. 10-dan 11-in yarısına qədər qəşəngcə dincəlirik. Yarım saatlıq bir dincəlmə. Meyvə yeyə bilərsiniz, hava ala bilərsiniz. Və o 4 saat ərzində mən demirəm sizə oturun və dayanmadan dərs edin. Çünki 4 saat beynin yanar. Ona görə də o 4 saat ərzində qəşəngcə təbii ki də dərsini elə. 1 saat elədin, 5 dəqiqə dincəl. 1 saat elədin, yeni 5 dəqiqə dincəl. 1 saat elədin, 5 dəqiqə dincəl. 5 dəqiqə dincəlməklə eləyin, çünki beyniniz yanar dostlar. Sonra birinci gün məndə coğrafiya olduğundan saat 11-in yarısından 2-yə qədər coğrafiyanı eləyirəm. 2-dən 3-ə qədər abed vaxtıdır. Geçən abedimizi eləyib 1 saat dincəlirik. Sonra saat 3-dən 5-ə qədər ingilis dilidir. 5-dən 5-dən 7-yə qədər rus dilidir. Və sonra 7-dən 8-ə qədər həyətə çıxıb gəzməkdir əslində. Prosta burada yazıb ki, blogging. Yəni bloggerство falan edirik. Yəni videonu editləyə bilərsiniz. Hansı işiniz varsa, hobiniz varsa onu ayıra bilərsiniz. O sizin özünüzə qalıqdır. Mən özüm üçün editləmək qoymuşam ora videonu. Yəni saat 9-da bizdə yatmaqdır. Niyə? Çünki saat 4-də ayağa qalxırıqsa, saat 9-da bizim yatmağımız lazımdır ki, yuxumuzu normal olaq 7 saat. Düzdürmü? O da düzdür. Sonra ikinci gün necə gedir? İkinci gün yenə saat 6-dan 10-a qədər riyaziyyatdır. 10-dan 11-in yarısına qədər yenə dincəlirsiniz. 11-in yarısından saat 2-yə qədər tarix dərsimizdir. Tariximizi eləyirik. Sonra yenə saat 2-dən 3-ə qədər yenə dincəlirik. Yenə ingilis dili saat 3-dən 5-ə qədər falan deyə gedir. Və saat 5-dən 6-ya qədər necə bizdə birinci gün rus dili idi. Yəni necə birinci gün rus dili idi? Yəni birinci gün bizdə saat 5-dən 7-yə qədər rus dili idi. Amma indi burada saat 5-də bizə ingilis dili qutaraq ikinci günləri. Deməli saat 5-dən 6-ya qədər biz yenə tarix eləyirik. Çünki tarixdən yeni bir şeylə qalır, eləyir, onu çatdırmalıyıq axı. Yenə tariximizi eləyirik. Tarixdən sonra da yenə özünüzə vaxt ayırırsınız. Yəni çıxırsınız, gəzirsiniz, videonu editləyirsiniz, hobiniz varsa onunla məşğul olursunuz.
və yenə eyni şəkildə yenə davam eləyir 5-ci günə qədər. Yəni çirdavan yeri birinci gün, ikinci gün və üçüncü gün yenə birinci gün kimi eynidir. Dördüncü gün ikinci gün kimi eynidir. Beşinci gündə birinci gün kimi eynidir deyə davam eləyir dostlarım. 6-cı gün bizdə saat 6-dan 10-a qədər ingilis dilidir. İngilis dilimizi qəşənglədik. Düzü 4 saat ayrılıbdı burada, amma yəni ki daha tez eləyib qutaracağam mən deyə düşünürəm. Amma yenə də elə vaxt varsa hamısını eləyin deyin, speaking eləyin, hər şeydən eləyin. Sonra yenə tarixdir məndə saat 11-in yarısından saat 2-yə qədər və saat 5-dən 6-ya qədər 5-dən 6-ya qədər 5-dən 6-ya 3 saatda 5-dən 6-ya qədər coğrafiyadır. Coğrafiyadan sonra da yenə dincəlməkdir. Yəni saat 6-dan sonra dincəlirik və qaldı bazar günü. Bazar günü məndə saat 6-dan 8-ə qədər ingilis dilidir və saat 8-dən 12-yə qədər sınaqdır. Yəni hansı fənlərdən istəyirsinizsə sınaq eləyə bilərsiniz, amma heç olmasa 2 fən olmalıdır. Heç olmasa deyək ki, bir bazar oturursunuz tarixdən və riyaziyyatdan eləyirsiniz. O biri bazar ingilis dilindən riyaziyyatdan eləyirsiniz. O biri bazar tarixdən və coğrafiyadan eləyirsiniz falan deyə belə keçə-keçə eləyirsiniz. Sonra yenə editləmək, dincəlmək, özünə gəlməkdir, vaxtı özünüzə ayırırsınız. Çünki o sizin vaxtınızdır. Çox danışdım dostlar. Və unutmayın, dediyim gibi saat 4-də dururuqsa, saat 9-da yatmalıyıq. Tamam mı? Yatın. Vot. Və dostlar dərslərdən qurtardıq. Ümidvaram ki, bəyənmişsinizdir və ümidvaram ki, doğrudan sizin üçün yararlı olar. Və planı da mən yenə bura qoyuram təzdən. Bəlkə screenshot deyə bilmədiysəniz və həm Azərbaycanla, həm rus dilində qoyuram. İndi rus dilində gəlir ekrana. Və indi də Azərbaycan dilində. Qəşəng. Əgər mənim dediyimdən çox bir şey başa düşmədiysəniz, o plana elə baxaraq da özünüz məncə anlayacaqsınız deyə düşünürəm. Ümidvaram qəşəng bir video alınmışdır. Ümidvaram xoşunuza da gələr. Yeni videolarda görüşmək diləyilə sizi kocaman öpürəm. Qucaqlayıram, sizə bol şanslar arzulayıram, həm özümə, həm sizə ki, qəşəng bir həm tətil keçirək, həm də yayımızı boşuna həva etməmiş olaq. Bugün yenə öptüm, yeni videolarda görüşmək üzərə. Sağ qalın, salamat qalın, hoşça qalın dostlar, sağ olun.